Avropa İttifaqında satılmayan geyim və ayaqqabıların məhv edilməsi qadağan olunur. Yeni qaydalar əsasən bu məhsullar təkrar istifadə, xeyriyyə məqsədləri və ya təkrar emala yönəldiləcək. Məqsəd resurs israfını azaltmaq və tekstil tullantılarının həcmini minimuma endirməkdir. Ətraflı növbəti süjetdə. Hər il böyük həcmdə satılmayan geyim və ayaqqabı ya ambarlarda qalır, ya da tullantıya çevrilir. Yeni qaydalar isə bu məhsulların məhv edilməsini deyil, endirimlə satışa çıxarılmasını, xeyriyyə məqsədi ilə istifadəsini və ya təkrar emala göndərilməsini nəzərdə tutur. Sahibkarlar da bu yeniliyi müsbət qarşılayırlar. Məhsullar sezon sonuna qaldıqda artıq endirimə qoyulur və yaxud bəzi məhsullar gələn sezona qədər saxlanıla bilir. Amma əksəriyyəti endirimə qoyularaq tamamilə sıfırlanır. Alıcılar isə deyirlər ki, məhsulların qiyməti ilə yanaşı onun keyfiyyəti də önəmlidir. Hazırda əlimdə gördüyünüz məhsulları buradan almışam, endirim qiymətdə. Keyfiyyətindən tam razıyam. Xoşuma gəlib, razı da qalmışam. Xoşuma gəldiyi üçün də almışam. Baha aldığımız mallar keyfiyyəti o qədər də yaxşı olmur, amma endirimdə aldığımız paltarlar, geyimlər daha keyfiyyətli olur. Ucuz da endirimli olan maldır, o ucuz deyil. Həmən keyfiyyətli mallardır. Məhsulun keyfiyyətinə fikir verirəm, bir də onun qiymətinə, yəni endirimlərdən də yararlanmağa çalışıram. İqtisadçıların fikrincə satılmayan geyimlərin əsas səbəbləri dəbin dəyişməsi, mövsümi amillər və bazar tələbatının düzgün hesablanmamasıdır. Ümumiyyətlə, bazarın, iqtisadiyyatın qaydası qiymətlər tələb və təklif əsasında formalaşır. Əgər tələb düzgün müəyyənləşmədiyi halda bu cür halların baş verməsi mümkündür və bu dünya iqtisadiyyatında da bu cür praktikalar mövcuddur. Bəzi hallarda buna izafi istehsal deyilir ki, bu tələbdən qat-qat artıq istehsalın həyata keçirilməsidir ki, bu da ya qiymətlərin düşməsinə və ya həmin məhsulların satılmamasına səbəb olur. Bununla yanaşı, bu yanaşmanın ətraf mühitə təsiri də diqqət mərkəzindədir. Bu qanun Avropa Birliyi baxımından təqdirə layiqdir. Çünki orada hər il milyonlarla dollarlıq məhsul yandırılır. Bu ayaqqabı və tekstil məmulatları yandırılır. Çünki bu bazarlardan, necə deyərlər, dükanlardan geri dönür. Alıcısı tapmadığına görə onları yandırırlar və bunun özü ciddi bir ekoloji problem yaradır. Bir qrup mütəxəssis isə düşünür ki, geyim əşyalarının məhv edilməsi əvəzinə onların endirimlə satışa çıxarılması və ya xeyriyyə məqsədi ilə istifadəsi həm tullantının azalmasına, həm də resursların səmərəli istifadəsinə xidmət edə bilər. Fəridə Sadıqzadə, Mirəziz Mirəlioğlu, Çinarə Qambayeva, ASTV İqtisadiyyat.